Salam dəyərli izləyicilər, kanalıma xoş gəldiniz. Bugün kətə hazırlayıram. Hazırlama qaydasını sizlərə göstərmək istədim. Deməli, bunun üçün 4 stəkan un, 1 əz duz, 3 xörək qaşığı şəkər tozu və 1 paçka da qabartma tozunu əlavə edib, bunları bir-birinə yaxşı-yaxşı qarışdırıram. Daha sonra üzərinə 200 qram kərə yağı əlavə edib omaç hazırlayıram. Mən burada kərə yağından istifadə elədim. Əziz xanımlar, siz hansı yağdan istəsəniz istifadə edə bilərsiniz. Amma qeyd edeyim ki, şirniyyatlar kərə yağında daha gözəl, daha ləzzətli olduğu üçün mən demək olar, əksər şirniyyatlarımı kərə yağı ilə hazırlayıram. Deməli, umacın üzərinə 1 ədəd yumurta bütöv şəkildə, ikinci yumurtanın ağını, sarısını isə kətənin üzərinə saxlayıram və daha sonra üzərinə 200 qram, yəni 1 stəkandan biraz az xama əlavə edib xəmiri yoğururam. Bu xəmiri bulqa xəmiri kimi möhkəm yoğurmağa ehtiyac yoxdur. Sadəcə olaraq xəmiri bir yerə toparlasaq kifayət edir. Çox gözəl, yağlı bir xəmir alınır. Mən bu xəmirdən 2 dənə kündə hazırlayıram. Və salafana büküb soyuducuda hardasa bir 20 dəqiqə, yarım saat gözlədirəm. Bu arada kətələrin də içini hazırlayıram. Deməli, içli üçün mən 1 stəkan yarım qoz ləpəsini rondodan keçirirəm. Üzərinə 1 stəkan şəkər tozu əlavə edirəm. Əziz xanımlar, qeyd edeyim ki, mən burada içliyə hil qatmışam, amma zövqə bağlıdır. İstəsəniz vanil də əlavə edə bilərsiniz. Amma mən belə düşünürəm ki, bu içliyə hil daha çox yaraşır. Deməli, kündəni yayıram. Normal nazillikdə yayıram. Daha sonra üzərini kərə yağı ilə yağlayıb içliyi üzərindən yerləşdirirəm. Yəni içliyi 2 hissəyə bölmüşəm. Deməli, 2 kündə olduğu üçün içliyi tam 2 yerə bölüb istifadə edirəm və rulet şəklində büküb üzərinə yumurta sarısını çəkib çəngəllə iz qoyuram və istənilən şəkildə doğramaq olar. Əvvəlcədən qızdırılmış 180 dərəcə sobada bişməyə qoyuram. Kətələr bişdi, çox gözəl ətri gəlir. Həm altı, həm üstü gözəl şəkildə qızarıb, yüngül, kövrək bir kətə alınıb. İnşallah siz də hazırlayarsınız. Əminəm ki, bəyənəcəksiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin.